Xaricdən ucuz və sərfəli avtomobil gətirmək adı ilə TikTok və Instagram sosial şəbəkələrində səhifə açdılar və 30-dan çox vətəndaşı aldatdılar. Qarabağ International Trade adlı avtomobil şirkəti onların 140 min manata yaxın məbləğdə pullarını mənimsəyib. Belə bir iddia ilə çıxış edən vətəndaşların sözlərinə görə sənədlərdə adları keçən 3 tanış, şirkətin rəhbəri Nahid Aslansoy, işçilər Mərdan Məmmədəlizadə və Sənan Eminovun da duzluğu ilə üzləşiblər. 30-dan çox zərər çəkmiş var. Hardasa 2020-ci ildən bu üzə nə maşın gəlib Amerikadan, nə tək Amerikadan da hətta Koreyadan da var. Nə maşınlar gəlib, nə pulumuz qaytarılıb və xeyli vaxtı biz pulumuzu əldə edə bilmirik. Əlaqə saxlayırsınız yoldaşlar? Əlaqə saxlayırıq, açırlar, müxtəlif cürə bəhanələr gətirirlər. Bəhanələr gətirdikdən sonra elə vaxt olur ki, bizlə tamam fərqli cür danışırlar. Yanvar ayının 5-i şirkətə gedib maşın zakası vermişəm, maşın gətirirdilər. Şirkətdə müqavilə bağlanıb, maşının pulunu nağdalıblar 12 min manat. Sənan, Mərdan, bir də Nahid adlı şəxslər, şirkətin müdürü, direktor, müdür mavini belə alladıblar bizi. Maşını 5 gün ərzində verməli idilər mənə, pulu nağdaldıqlarına, maşının pulunu tam aldıqlar. Onda üstündən 3 il keçib, nə maşın verirlər, nə pul verirlər. Aldadılan şəxslərin bəziləri artıq hüquq mühafizə orqanlarına müraciət edib, bəziləri isə hələ də problemin özü başına həll olunmasını gözləyir. Adı dələduzluq faktında hallanan şəxslərlə əlaqə saxladıq. Şirkət yarandı və şirkəti də yarananda mənim adımdan qeydiyyatdan keçdi. Yəni şirkətin rəhbəri olaraq məndən qeydiyyatdan keçdi. Ancaq şirkətdə pulların alınmasını, orada müqavilələrdə də qollara baxsanız görərsiniz ki, şirkətdə pulların alınmasını Sənan bəy həyata keçirdi. Mənim haqqımda şikayət edir, mən orada işçi olmuşam və bunun haqqında Sabah rayon məhkəməsində iş gedir, araşdırılır. Yəni vətəndaşlardan pul aldığınızı bildirirsiniz də? Mən almamışam. Şirkət olaraq şirkətin rəhbəri iş vasitəsilə götürüb, o da indi araşdırılır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Xəzər xəbərə bildirib ki, vətəndaşların hüquqlarının qorunması və pullarının geri qaytarılması istiqamətində hüquqi prosedurlar davam edir. Həmin şirkət tərəfindən xarici ölkələrdən nəqliyyat vasitələri gətirmək adı ilə vətəndaşların aldadılaraq müxtəlif məbləğlərdə pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. Müraciətlər əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb və Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb. Həmin şirkətin əməkdaşları barəsində toplanmış materiallar baxılması üçün aidiyyat üzrə göndərilib. O da qeyd edilib ki, vətəndaşlar diqqətli olmalı və sərfəli kimi görünən təkliflərə aldanmamalıdırlar. Nizami Rəsulov, Yusif Kərimli, Xəzər xəbər.